Yeni adi günlərdən biri mən və gözəl oğlum Rəsulla gedirik həkimə. Uşağın aylıq yoxlanış dövrüdür və doktoru var oğlumun doğulandan bu günə kimi. Uzman doktordur, pediatrdır, savadlı bir həkimdir, dostumdur. Əkbər doktor. Əkbər doktorun yanına gedirəm. Respublika Diaqnostika Mərkəzində işləyir dostlar. Bu bir reklam deyil. Mən elə bir Əkbərə təşəkkür üçün bu videonu çəkirəm və uşağa necə baxmaq lazımdır. Mən bir ata kimi bu şeylərə diqqət eləyirəm. Mən bu şeyləri araşdırıram. Çünki oğlumun sağlamlığı mənim üçün önəmlidir. Gəldik doktorun yanına. Doktor bizi qarşılayır. Rəsul onun dostudur. Çünki ilk gündən Rəsulun bütün böyümə prosesinə o nəzarət edir. Rəsul hələ heç nəydən xəbəri yoxdur. Doktorla şirin-şirin oynayır. Birazdan şüvənlik eləyəcək Rəsul. Bir oyun çıxadacaq. Bir hayasızlıq. Başladı. Ağlamır ha, yəni qışqırır. Doktor onu yoxlayır. Hər ay gəlir yoxlanışa, boyunu ölçür, sonra dişlərinə baxır. Hələ heç nə yoxdur, ağlayır. Doktor görür ki, uşaq dayanmır, uşaq ağlayır. Köməkçisinə bildirir ki, oradan oyuncaqlar verir. Uşağın oyuncaqlarla oynayır. Görür ki, bu oyuncaq bu işə yaramır. Keçir ayıya. Ayı da işə yaramır. Uşaq yenə də ağlamağa davam edir. Ağlamır, yəni deyimi qışqırır. Dişlərinə baxır. Altda doktor dedi ki, 4 dənə də dişi çıxır. Aşağıda 2 dişi var. Oğlum hələ 11 aylıq olmayıb. Ayın 14-ü 11 aylıq olacaq. Fevralın 14-ü, martın 14-ü də 1 yaşıdır inşallah. Və oğlum artıq durmağa bacarır. Bax, həkim dedi ki, hər şey yaxşıdır, inkişaf yaxşıdır. 1 yaşında 10 kilo olmalıdır. 9 kilo yarımdır. Şükür Allaha, maşallah. Və boyunu ölçürük. Boyu 2 santimetr uzanıb. Şükür Allaha ki, boy uzundur, atasına oxşuyur. Və oğlumun boyu da yaxşı deyəsin 78 santidir və başı da ölçürük. Baş da yerində və nəhayət peyvənd məsələsi. Çox insan deyir ki, uşağa peyvənd vurdurmuram, eləmirəm, düz eləmir. Biz Əkbər doktorun yanında vurdururuq, dövlətin peyvəndlərindən istifadə etmirik. Belçika istehsalıdır, keyfiyyətli peyvənddir və sadəcə deyəsən 5-ci, 6-cı peyvəndidir. Uşağıma inan ürəyim orada bir sinətər oldu. Paramparça oldu ki, ağlayır oğlum. Həqiqətən burada incitdi. Oğluma iynə vurdular. Biraz pis oldum. Onu dəftərə də qeyd edir. Həmin barkodu da dəftərə qeyd edir və oğlum yenidən doktor ilə dostlaşır. Əkbər doktora təşəkkür edirik. Əkbər doktorla ayrılırıq və dostlar biz gedirik marketə. Və marketdə oğlumu ilk dəfə arabaya otuzduram. Bunu bir yoldaşım dedi ki, belə bir şey olur, bilmirdim. Otuzduruq oğlumu və oğlumun başını qarışdırıram ki, ağlamaq yadından çıxsın. Biraz bazarlıq eləyirik və oğlumla gedirik evə. Dostlar, həqiqətən bu vlogu çəkməkdə məqsədim odur ki, uşaqlarınızı həkimə mütləq ayda bir dəfə aparın, onu yoxlatdırın. Yaxşı həkim tapmaq çətin məsələdir. Biz də Əkbər doktora qədər çox həkimlərə danışdıq, elədik, gördük. Biz Əkbər doktorda dayandıq və bazarlığımızı eləyirik, gedirik evə. Və evə gəlirik. Bugün mənim üçün əlamətlər günlərdən biridir. Çünki yeni bir iş medianın yeni bir layihəsi başlayır. Ülvi Əsədli TikTokdan tanıyırsınız. Onu mən efirə gətirmişəm. Bizim komanda yemək xəstəsi adlı bir veriliş eləyir ATV-də bu gündən etibarən. Hər gün saat 14:20-də ATV-də yemək xəstəsi olacaq, Ülviyə uğurlar, Mehman Ustaya uğurlar və mən də simit almışam. Simitlə krem pendir əla gedir. Çünki səhər yeməyi yeməmişdim. Oğlum bayaq simit yedi, indi də gəlir mən simitimi bu görməmiş əlimdən almaq istəyir. Belə şirinçay mənim ən sevimli təamlarımdan biridir. Hər şeylə şirinçay yeyirəm, simitlə də gedir. Alır mənim simitimi və başlayır yeməyə. Sağ olun.